Değerli həmvətənlərim, değerli soydaşlarım, İranın məğlub olmamasının 3-4 səbəbini açıqlayıram. Birinci, İmam Hüseyin inancı, İnançdan doğan birlik. Birinci. İkinci, Britanya, min illərdir dünyanı idarə edən Britanya. Dünən də, bugün də İranın yanında olan Britanya. Dini rəhbərlərin orada evlatlarının vətəndaşı olduğu, hətta sarayları olduğu Britanya Trump'ın burnunun sürtülməsini istədi. Çünki Trump öz müttəfiqlərinə qarşı da demək olar ki, savaş açdı. Britanya istəməyən savaşı Trump qazana bilməzdi. Britanya. Üçüncü, yanlış müttəfiqlər. Yəni 40 ildir müəyyən silahlı örgütlərə dəstək verən İsrail, İlham Əliyev kimi xalqa soyqırım yaşadanlara, Erdoğan kimilərinə, xalqı, iqtisadiyyatı, ölkəni batıranlara dəstək verərək, İlham Əliyev kimi adamlarla, yaramazlarla, şərəfsizlərlə işbirliği sürərək, kiminsə Epstein'də kasetlərini çəkərək, o kaseti çəkilən yaramazın, o kaseti çəkilən əyyaşın, əxlaqsızlığın hansısa bir şərəfli hərəkəti, şərəfli müttəfiqliyi ola bilməzdi. Yəni Trump və Netanyahu yanlış ata oynadılar, yanlış topa oynadılar, yanlış kişilərlə müttəfiq oldular. Bu üçüncüdür. Dördüncü isə liderlər. Trump və ətrafındakı Vance, Rubio, Trump'ın özü bir laricani qədər və yaxud bir əraqçı qədər siyasi xadim deyil. Bu adamlar önü də görür, arxanı da görür. Önü də görür, arxanı da görür bu adamlar. Və beşinci isə mən deyirəm. Bunu saatlarla izah eləmək olar. Beşinci isə gözə görünməz qüvvələr. Xüsusilə ona cinlər deyirsiniz, hər nə deyirsiniz. Gözə görünməz qüvvələrdən İran çox istifadə elədi. Gözə görünməz qüvvələr. Zaman bizim cənub bölgəmizdə də İranın gözə görünməz qüvvələri olubdu. Axşam ondan canlı yayında danışaram. Bəli, gözə görünməz qüvvələr. Gözə görünməz qüvvələrdən irtibat. Mən axşam elə özümün şahidi olduğum hərbi hissəyə İranın müdaxiləsindən danışacağam axşam. 704 sayılı hərbi hissənin. Onda biləcəksiniz ki, gözə görünməz qüvvələr nə deməkdir? Necə təsir edir? Bir dəfə danışmışam, amma üstörtülü danışdım. Mən bu axşam danışarım. 5 amil əsasən İranı məğlubiyyətdən qurtardı. Amerikanın və müttəfiqlərinin pis duruma saldı. 5 amil. Demək ki, İsrail ömrü boyu Azərbaycanda dindarları tuttururdular. Məscidləri söktürürdülər İlham Əliyevin əli ilə, İlham Əliyevə tapşırıqla. Saqqallıların saqqalını kəsirdilər. Ya Hüseyin deyəni tutulkan üstünə otuzdururdular. Demək ki, bax, İranda bunu bacarmırdılar. Bizdə amma bacarırdılar. Demək ki, bir xalqı topsuz, tanksız, raketsiz məhv eləmək üçün mədəniyyətini məhv eləmək lazımdır, tarixini məhv eləmək lazımdır, təhsilini məhv eləmək lazımdır, narkotiki daha çox yaymaq lazımdır, əxlaqını aşağı salmaq lazımdır. Bax, İsrail onun hamısını Siyonistlər Azərbaycanda edirdi, amma İranda edə bilmirdi. Bir balaca qaldırmaq istəyirdilər xalqı, İranda asırdı, gülləliyirdi. Biz də deyirdik, niyə gülləliyirdi, İran niyə asırdı? O da, İran asmasaydı, güllələməsəydi, İran ümumiyyətcə qalardı mı? Ümumiyyətcə bugün də qalardı mı? Artıq İsrail və Amerika İrana elə bir güc verdilər ki, o raket dağıtdı, tökdü, boş şeydi, onun hamısını buradan qalib çıxan İran, qızıl unitazlara sıçan körfəz ölkələr var ha, qızıl unitazlara sıçan körfəz ölkələr. Bizim İran, o körfəz ölkələrində bütün o dəymiş ziyanı onlara ödətdirəcək, o raket atan ölkələrə ödətdirəcək. Amma onu bilin ki, bu savaşdan çıxan İran daha 50 il, 100 il, bax belə kilitləndi. Bir daha əmin oldular ki, Amerika onlara xoşbəxtlik gətirməyəcək. Bir daha əmin oldular ki, İsrail onlara xoşbəxtlik gətirməyəcək. Artıq İranı ayaqda saxlayan ən böyük qüvvə Azərbaycan türkləri oldu. Ərəbi də qaldıra bildilər. Kürdü də qaldıra bildilər. Yadınızdadır. Sonra da qırdılar. İran tərəfi qırdı. Ərəbi qaldırdılar, Kürdü qaldırdılar, türkü qaldıramadılar. Siz də deyirsiniz ki, Cənubi Azərbaycan tarixi fürsət yaranıbdır. Nə qaysınlar? Cənubi Azərbaycanı ayırıb, başına da İlham Əliyev kimi birini qoyub, qızlarını, gəlinlərini ərəbə mi satdırsınlar? Dəlidir mi bu farslar? Dəlidir mi bu Azərbaycanlılar? Farslardan ayrılsın Azərbaycanlılar. Dəlidir mi farslar ayrılıb zəifləsinlər? Ay qardaşlar.
Bir Şimali Azerbaycan'a bakın. O bir şey salınca. Geldi mi? Dostlar, kardeşler. İran'da neredeyse derman pulsuz. İran'da yaşamak çok güzel. Neft sudan ucuz. Kardeş, İran'da evi olmayan, çölde kalan görmüsünüz mü? Həkim çağıranda pulsuz müalicə eləməyən görmüsünüz mü? 500 manat, 1000 manat verməsən burada doğa bilməzsən, get meşədə doğ deyən həkim görmüsünüz mü? Ha? Qanunsuz bir dənə korrupsiya görürsünüz mü? Bir dənə korrupsiya görürsünüz. Ha, kardeş, hansı göt verən İlhama birləşmək istəyər? İlhama birləşmək istəyən kim olar bilirsinizmi? Qızını siktirmək istəyən. Bak, İlhamın kim birləşmək istəyir? Qızını siktirmək istəyən, arvadını siktirmək istəyən, anasını siktirmək istəyən, ağzına sik almaq istəyən, götünü sikə dayayıb siktirmək istəyən. Bak, İlham Əliyevi ancaq belə adamlar sevə bilər. Belə adamlar İlhama birləşmək istəyə bilər. Petrolar, göt verənlər, nə bilim, barigalar, nə bilim, götünü siktirənlər, sikdən ötəri ölənlər, məmurun altına arvadını, qızını yatırmaq istəyənlər. Belə adamlar İlhamı sevə bilər. Belə adamlar İlhamın birləşmək istəyə bilər. Və bizdə belə adamlar İlhamın getməsini istəməyə bilərlər. Düz mü deyirəm? Düz deyirəmsə yazın düz. Düz deyirəmsə yazın düz.